valideynin müəllimə verdiyi hədiyyə ya açıqca ola bilər, ya kitab ola bilər, ya 3-4 dənə də çoxdur gül dəstəsi ola bilər, ya da bir balaca qutu şokolad. Və salam. Ondan artığını müəllim özünə təhqir hesab eləyir. Müəllim onu mütləq geri qaytarır. Əsl müəllim. Yox, xaricdə bu belədir. Götürə bilməz. Əgər götürərsə, bu onun üçün hansısa bir hüquqi əsaslarının yəni cinayətə cəlb oluna bilər yəqin ki. Yəni bayaq siz Eşə müəllim dedi də, çox düz deyir. Neçə il əvvəl bunlar olsaydı, 2-3 müəllim heç olmasa, mən də razı deyiləm qadınların həbs olunmasına, şərti cəza verilsəydi bir neçə il, onda bütün müəllimlərə dərs ola bilərdi. Bunu etmək olmaz. Bilirsiniz, əslində bizim millətin bəzi sahələrdə olduğu kimi təbrik mədəniyyəti də yoxdur. Bizə elə gəlir ki, təbrik eləmək üçün hədiyyə mütləq bahalı olmalıdır və böyük bir qutuda o görsənməlidir. O üstündə də o xırda hədiyyə qiymətli olmalıdır. Və hədiyyəni də verəndə saqqız çiğnəmək lazımdır. Saqqız haradaydı, heç baxmadım. Hədiyyəni parmağa taxan xanımın ağzında. Mən sizə bir söz deyim. Mən o kadrları indi baxanda mən utandım özümdən. Özümdən utandım bir qadın olaraq, bir ana olaraq, bir nənə olaraq. Şəxsən mən düşündüm ki, mən müəllim olsaydım, doğrudan nə qədər gülməlidir, nə qədər cahillikdir. Bir müəllimin valideyn yubileyin keçirir restoranda. O valideyn kimdir ki mənim? Yubiley deyil. Buraxılışdır. Buraxılışa görə hədiyyə verirlər. Buraxılışdır. Qızıl üzükdür bir buraxılışın qiyməti. Siz inansınız, bizim buraxılışda şəxsən müəllimimizə bir dəstə gül verdik. İstəyirsiniz inanın, istəyirsiniz inanmayın. Sonra bə restoranda oldu axı. O restoranda hədiyyə zat yoxdur. O valideynlərin, uşaqların öz təşəbbüsüdür. İnanın ki, belələri də var. Bu üzük də onların təşəbbüsüdür. Bu çox iyrənc təşəbbüsdür də. Başqa yerdə qızıl tac verirlər. Yaxasından nəsə astılar onun. Eşə müəllim. Tamamilə biabırçı bir vəziyyətdir. Biabırçı. Bilirsiniz, burada problemin başqa bir tərəfi var. Əvvəla, valideyn komitələri, ümumiyyətlə bu kimi məsələlər məktəbin nizamnaməsi ilə belə deyək də uyğunlaşdırılmalıdır. Varsa. Müstəqilliyimizin 34-cü ilindəyik. Azərbaycan məktəblərinin nizamnaməsi yoxdur deyə qədər. Bu valideyn komitəsi doğrudanmı, varmı, yoxdur? Varsa nəyin hesabına var? Hansı əsasnamə əsasında fəaliyyət göstərir? Onun da vəzifələri nədən ibarətdir? Ümumiyyətlə, məktəbdəki bütün fəaliyyət, bizim məktəblərimizin ən böyük problemi, məktəblərimizin 34 il ərzində nizamnaməsinin olmaması. Və bu müstəqillik dövründə, səhv etmirəmsə, biz haradasa ondan çox nazir dəyişmişik. Amma çox maraqlıdır ki, heç kim təhsil məktəblərinin nizamnaməsinin qəbul edilməsində maraqlı deyil. Bu məsələnin bir tərəfi. Ona görə bu qədər nöqsanlar, negativ hallar, o cümlədən də valideyn komitəsi, digər komitələr və s. bunlarla bağlı. İkinci bir məsələ, o müəllimdə, bəli, hamımız qınayırıq müəllimi, amma bu yandan da baxın görün də, cəmi 2-3 ay bundan öncə Ölkənin Elm və Təhsil Naziri açıq şəkildə bildirdi ki, Olimpiyada niyə pulsuz olsun? O müəllim məcbur edilir, valideynlərdən bu pul yığır ki, uşaqları deyək filan tədbirə göndərilsin. Nəticə etibarıyla müəllim görür ki, ona qarşı hansısa bir tədbir görülmüşsə, bu da bu, deyək ki, qızıl zinət əşyasının hansısa bir hədiyyəni alanda ona qarşı tədbir görülməyəcək. Məsələ buradadır ki, yuxarıdan aşağı sistemdə çox ciddi boşluqlar var.